Herkese salam aleyküm. Biləcəkdə yeni bir evimiz çıxdı satışa. 3 satın içində şəxsi tikili. Tam şəxsi tikilidir. Geniş həyəti, bazası, əşyalı satılır. Ev sahibi şəhərə köçmək istəyir, onun üçün buranı satır. Burada həyət üçün hamam tualet nəzərdə tutub. Evin ümumi görünüşü, evin dört bir yanına fırlanmağa yeri var. Balvallı evdir. Bundan da böyük arkada yeri var, əldamısı var. İçəridə görünən əşyalar bir neçəsi götürüləcək, qalanı qalır. Bax, bu əşyalar qalır. Buradan heç nə tərpənmir. Bura zal hissəsidir. Buradan çıxacaq əşya divandır, xalçadır. Bir də bu televizyon. Televizyon atlığı qalacaq. Geniş bir hollu zaldır. Şəxsi özü üçün tikilmiş bir evdir. Bu evin bir yataq otağıdır. Yataq otağından da heç nə götürülməyəcək. Heç bir yataq otağı heç nə götürülməyəcək. Bütün pəncərələr bu evin ikinci yataq otağıdır. Buradan da heç nə götürülməyəcək. Evin sənəti bələdiyyə sənətidir. Bu evin hamam otağıdır. Hündür, geniş və səliqəli bir evdir. Bu evin mətbəx hissəsidir. Mətbəx monolit betondandır, istipoldur. Evdən, bu mətbəxdən çıxacaq bir xaladenikdir, bir paltar yuvan maşınıdır. Qalan nə görürsünüz qalacaq stoluna qədər. Evin qiyməti startı 85.000 manat deyilir. Real alıcılara endirim olunacaq.